Bu mənə gələn elə bir anonim hekayədir ki, hansını ki yəqin ki heç kim bilməməli idi. Amma mən susa bilmədim. Bir xanım mənə yazır. Ad və ünvan deməyəcəm. Amma kəndlərinin birində əri xaricdə olan 2 uşaqlı bir qadın peyda olub və oradakı bütün evli kişilərlə görüşür. Həmin qadın bu izləyicimin də ərini yoldan çıxarmağa çalışıb, ailəni dağıtmaq üçün əlindən gələni edib. Amma şükür ki, kişi ayaqlıq edib, öz halal xanımını seçib, o biri isə kənarda qalıb. İzləyicim o qadınlara səslənir. Heç kimin ailəsini dağıtmayın. Heç bir kişi sizin kimi birinə görə öz halal arvadını atmaz. Sən uzağı 1 saatlıqsan. Sərt səslənirəm. İndi isə məndən sizə bir məsləhət. Qızlar, başqasının bədbəxtliyi üzərində xoşbəxtlik qurmaq olmaz. O yuva dağlar. Amma xanımlar, bəs sizin o yoldan çıxan ərləriniz? Günahkar təkcə o kənar qadındır, yoxsa evdəki kişi? Kişi uşaq deyil ki, qolundan tutub yoldan çıxarasan. Günahı bir nəfərdə axtarmayın. İndi isə rəylərdə yazın. Bu vəziyyətdə əsl günahkar kimdir? Paylaşın, hamı bilsin. Əgər sizin də ürəyinizi sıxan, paylaşmaq istədiyiniz belə bir anonim hekayəniz varsa, mənə direktdə yazın. Adınız gizli qalacaq, amma hekayənizi hamı üçün mən danışacağam. Rəylərdə isə yazın. Bu vəziyyətdə əsl günahkar kimdir?